Salam değerli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Başlayaq sizlərlə 3 fən birlikdə tərtib etdiyimiz sınağın Azərbaycan dili üzrə izahına. Hansı cümlədə ədatla amonim olan bağlayıcı işlənməmişdir? Burada həmişə bildirmişik ki, belə şərtlərdə ən son istənilən mövzu hansıdırsa, ona fokuslanın. Yəni bağlayıcıya. Ədatı hələ ki saxlayırıq. Amma şərti tam oxusaq deyir ki, bağlayıcı işlənməmişdir. Məsələn, burada bağlayıcı var. Burada da bağlayıcı var. Burada da bağlayıcı var. Burada da həmçinin var. Burada da bağlayıcı var. Desəydi ki, hansı cümlədə ədatla amonim olan bağlayıcı var, o zaman A-nı da, C-ni də, D-ni də, Y-ni də götürərdim. Çünki hər birində ədat yox da, ədatla amonim olan bağlayıcı var. Amma desə ki, hansı cümlədə ədatla amonim olan bağlayıcı yoxdur, variant B variantını seçərdim. Çünki burada elə özü ədatdır. Yəni B-də bağlayıcı yoxdur. Sual 2 ilə davam edək. Hansı cümlədə tərkibində həm leksik, həm də qrammatik şəkilçi olan mürəkkəb söz işlənmişdir? Baxaq. Həm leksik, həm qrammatik olsun. Məsələn, buradakı mürəkkəbdə qrammatik yoxdur. Buradakı mürəkkəbdə leksik yoxdur. Buradakı mürəkkəbdə nə leksik var, nə qrammatik. Buradakı mürəkkəbdə leksik yoxdur. Cavabımız olacaq C variantı. Qəlbi sınıq mürəkkəbdir. Burada həm qrammatik var, həm də leksik var. Sual 3-lə davam edək. Bir çox materiallar çox qızanda yanmağa başlayırlar. Bu zaman əmələ gələn qazlar alov əmələ gətirir. Şam, ağac və kömür yananda par-par parıldayan karbon hissəciklərindən ibarət olan alov əmələ gəlir. Alovun istiliyi həmişə eyni cür olmur. Ağac təqribən 1000 dərəcə temperaturda yanır. Asetilen qaynaq aparatının alovu 9000 dərəcə temperatura malikdir. Mətnə ən uyğun başlıq. Tarixdəki ən böyük kəşf, qazlar və kimyəvi reaksiyalar, yanma və alovun istiliyi, fərqli maddələrin yandırılması, təbiətin qüvvələri. Ən uyğun başlıq deyəndə baxın, yanma və alovdan danışır. Bax, yanmadan, daha sonra alovdan danışır. Yanmadan, alovdan danışır. Variant C variantı. Növbəti sualla davam edək. Kağız ilk dəfə papirus bitkisindən hazırlanırdı. Papirus Nil vadisində yayılmış bitkidir və qədim Misirlilər onun yarpaqlarından kağızın bir növünü düzəldirlər. Bizim bugün istifadə etdiyimiz kağızı Çinlilər icad edib. 1900 il əvvəl onlar tut ağacının qabığından lifləri ayırmağı öyrəndilər. Bu lifləri əvvəlcə isladır, sonra isə qurudurdular və nəticədə üstündə yazı yazmaq mümkün olan hamar vərəq alınırdı. Bizim günlərdə kağızı əvvəlki kimi bitki liflərindən düzəldirlər. Ən yaxşı kağız növlərini pambıqdan, ucuz kağızı isə ağac liflərindən hazırlayırlar. Yanlış fikri müəyyən edək. Kağızı ilk dəfə Misirlilər icad edib fikri yanlışdır. Çinlilər icad edib, Çində icad olunub. Kağız ilk dəfə papirusdan hazırlanıb, yazılar hamar vərəq üstündə yazılırdı. Kağızı bitki liflərindən düzəldirlər. Ən yaxşı kağız növləri pambıqdan hazırlanır. Sual 5. Kök və şəkilçiyə düzgün bölünməmiş sözləri müəyyən edək. Variantımız D variantı 1 və 4. Görək niyə? Dilimizlə diləyirik, daha sonra dilək yaranır. Yəni dil, diləmək, dilək, diləyimiz. Bax, belə olmalıdır. Hətta burada diləyimiz, belə deyək, sayı artırmışıq deyə 2 y-ya keçir. Yəni burada 2 leksik, 1 qrammatik var. Bir də 4 səhvdir. Yüksək yox, yüksək sözün köküdür. Yüksək, lik, dəyik. Bax, belə olacaq. Cavabımız olacaq 1 və 4.
Yoxlamaqdan yoxlatmaq, yoxlatmamaq, yoxlatmadı. Yarılıb, yara olub, yaralamışam, yaralanmışam, yaralandı. Yaşımızla yaşayırıq, yaşadırıq kimisə, yaşamaq, yaşatmaq, zamandır, qrammatik. Cavabımız olacaq D variantı. Hansı cümlədə altdan xətt çəkilmiş şəkilçi mənsubiyyət şəkilçisidir? Nə vaxt mənsubiyyət olar? O vaxt ki, həmin sözün qabağına öz əvəzliyi artırasınız. Cavab B variantı. Öz fikri. Cavab B variantı. Öz fikri hamı üçün maraqlı oldu. Bax, burada öz qoymaq olar, demirəm olmaz. Öz oğlunu. Amma mənsubiyyət bax budur da, bu deyil. Bir sözdə 2 ədəd hala oxşar şəkilçi varsa, birincisi mənsubiyyət, ikincisi haldır. Yəni, burada fərqləndirdikləri şəkilçi faktiki olaraq haldır. Bu isə mənsubiyyətdir. Kitabları səliqə ilə rəfə düzdür, təsirli haldır. Sizi təsirli haldır. Nəyi təsirli haldır. Variant B variantı. Hər nə qədər küləyin səsi pəncərəni döysə də, onun qəlbində səslənən ümid nəğməsi zəifləmir. Cümləsində hal şəkilçisi qəbul etmiş sözlərin sayını göstərək. Küləyin səsi pəncərəni döysə də, onun qəlbində səslənən ümid nəğməsi zəifləmir. Cavabımız olacaq D variantı. Sual 8. Cümlələri ardıcıllıqla düzməliyik. Gəl baxaq. Günəşin son şüaları dağların arxasında itdikcə kəndə qəribə bir səssizlik çökürdü. Köhnə evin qarşısında oturan qoca kişi illərlə topladığı xatirələri bir-bir gözlərinin önündən keçirirdi. Hər xatirə, bax, xatirələri indi yazıraq. Hər xatirə həm sevinci, həm də hüznü birgə gətirirdi. Sanki keçmişlə bugün arasında görünməz bir körpü var idi. Uzaqdan gələn yüngül külək qurumuş yarpaqları ayaqlarının altına sərirdi. O isə sakitcə baxır, sanki gələcək haqqında deyil, artıq yaşanmış zamanın sirrini anlamağa çalışırdı. Variant D variantı. Mütləq bu tip ardıcıllıqda hər dəfə, hər sonraki cümlə nə olacaqsa, əvvəlki cümlə ilə bağın yarandığını görəcəksiniz. Ona görə ardıcıllığı ona uyğun qurun. Sual 9. Qaranlıq otaq işıqlanır cümləsindəki sözlərin fonetik təhlilinə aid yanlış fikirləri göstərək. Tələffüz etsək olacaq qaranlıq otaq işıqlanır. İstər söz olsun, istər cümlə olsun, istər birləşmə olsun, bu tipləri tələffüz edəndə hər birinci söz, gələn ilk söz digər sözə əsasən tələffüz olunur. Otaq saitlə başlayırsa qaranlıq olur. İşıqlanır saitlə başlayırsa otaq olur. Baxaq, yanlış fikri göstərək. 2 və 3. Hər sözdə qarşılığı olmayan samit var, fikri səhvdir. Məsələn, burada yoxdur. 3. Q hərfi cümlədə yalnız Q, X səsini ifadə edir. Xeyr, X səsini də ifadə edir. 2-3 cavabımızdır. Heç bir sözün vurğusu ilk heyecada deyil. Qaranlıq otaq işıqlanır. Və sözlərdən yalnız biri ahəng qanununa tabe deyil. Bəli, o da bu. Doğrudur. Yalnız bir söz cingiltili samitlə başlayır, cingiltili samitlə bitir. Doğrudur. Heç bir sözün tərkibində uzanan sait yoxdur. Doğrudur. Cavab D variantı. Hansı cümlə özündən sonra gələn ismi yalnız cəmdə qəbul edən sayla başlayır? Bu tiplərdə bir sıra bir çox sayları ağlına gəlməlidir. Variant C variantı. Bir çox özündən sonra gələn ismi cəmdə istəyir. Çox həm tək, həm cəm istəyər. Az özündən sonra gələn ismi təkdə istəyər. 7 özündən sonra gələn ismi təkdə istəyər. Minlərlə özündən sonra gələn ismi həm təkdə, həm də cəmdə istəyər. Cavabımız olacaq C variantı. Məntiqi ardıcılığı qoyaq. Doğru, yanlış, doğru, yanlış sxemini ödəyən variant. Vətən müharibəsi doğru, Şuşa qalası yanlış. Azərbaycan Respublikasının Milli Məclisi doğru. İndi isə biz yanlışı tapmalıyıq.
Naxçıvan Muxtar Respublikası Dəmir dövrü 20 yanvar Novruz bayramı hər biri doğru yazılıb. Cavab A variantı. Ata və oğul povesti. Variant A variantı. Hansı sözün tərkibinə görə sxemi kök, 3 leksik, qrammatik şəklindədir? Variant C variantı. Əsəbiləşdirdi. Qaç ağandır. Yaratdı. İşinə yaradı ki, nəyisə yaratdı. Yumşaltdı. Hə, bu arada çoxu deyir ki, yumşaq, yumşal düzəltmədir. Xeyr, bunların hər ikisi sadədir. Yumşamaq sözü yoxdur. Düz, düzəlmək, düzəltmək. Deməli, A-da 1 leksik, 1 qrammatik, C-də 3 leksik, 1 qrammatik, Y-də 1 leksik, 1 qrammatik, B-də 1 leksik, 1 qrammatik, D-də 2 leksik, 2 qrammatik. Cavabımız C variantı. Hansı sayın yazılış ilə deyiliş arasında fərq var? Variant A variantı 56, bax 56 olacaq, 56. Hansı sırada sifəti əvəz edən əvəzliklər verilmişdir? Sifəti əvəz etmək üçün gərək sifətin sualına cavab verənlər olsun da. Cavabımız C variantı. Belə hadisə, o hadisə. Təzə aşnalıqla köhnə dostluğun fərqi var yaz ilə qış arasında. Fərqləndirilmiş söz nədir? Cavabımız olacaq Y variantı da. Yaz sözü amonimdir. Gedəndən sonra sanki onun ürəyi ağzında döyünürdü. Cavabımız olacaq D variantı. Gedəndən sonra zərflik, sanki modaldır. Onun ürəyi ağzında döyünürdü də frazemdir. Variant D variantı. Sadə cümləni göstərək. Variant B variantı. Danışır o, qulaq asıram mən mürəkkəbdir. Tabirli bağlayıcısı varsa mürəkkəbdir. Danışdım mən, bir şey dedi o, mürəkkəbdir. Bilirdi o, yaxşı olacaq hər şey mürəkkəbdir. Tanış ol sən, işə başla sən, sadədir. Cavab B variantı. Nümunədə buraxılmış durğu işarələrini ardıcıllıqla müəyyən eləyək. O dedi, biz sənin fikrinlə razı deyilik. Cavabımız olacaq 18-də D variantı. Qoşa nöqtə dırnaq, dırnaq nöqtə. Özü deyib ki, ardıcıl bax. Biz də baxdıq ardıcıl. Atatürk Qazi Mustafa Kemal Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət hərbi və siyasi xadimi olmuşdur. 1923-38-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik etmişdi. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir. Mustafa Kemal 1-ci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi və paşa titulu almışdı. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan Kemalçılar hərəkatına başçılıq edərək anti-imperialist milli azadlıq hərəkatına başçılıq etmişdi. Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament Türkiyə Böyük Millət Məclisini yaratdı. Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. Mətnə əsasən uyğunluğu müəyyən etməliyik. Gəlin baxaq. Uyğunluq 2, 1-də 4. Doğrudan doğru, yanlışdan yanlış. Atatürk Türkiyənin ilk prezidentidir. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi yaradıldı. Gəlin mətnə qaydaq. Baxın, mətnə qaysaq görərik ki, bəli, həqiqətən də 2 doğrudur. Baxın, burada var ki, 1923-38-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik etmişdi. Ona görə 2 doğrudur. 4 niyə yanlışdır? Çünki 1934-cü ildə ona Atatürk adı verilib. Adının Atatürk olmağı olub həmin ildə. Amma burada yazıb ki, 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi yaradıldı. Yaradılan vaxt o deyil. Atatürk adını vermək vaxtı həmin vaxtdır. Cavabımız olacaq C variantı. 1923-cü ildə Türkiyə Respublika elan olunduqdan sonra Mustafa Kemala Atatürk adı verildi. Xeyr, Atatürk adı 34-də verilib. Yanlışa baxaq. Atatürk Kemalçılar hərəkətinə başçılıq etmişdir. Bu doğru fikirdir, yəni yanlış fikir deyil. Cavabımız C variantı.
Sual 20 ilə davam edək. Basketbol bütün dünyada populyarlıq qazanmış Amerika idman növüdür. 1936-cı ildən basketbolu Olimpiya oyunlarında oynayırlar. Bir qayda olaraq basketbolu hər birində 5 nəfər olan 2 komanda oynayır. Hər bir komandanın oyuncuları topu halqaya və ya səbətə atmaqla xal qazanmağa çalışırlar. Halqa 3 metr hündürlükdə yerləşdirilməklə diametri 46 sm olur. Oyuncu topu yerə vura-vura və ya onu başqa oyunculara ötürərək meydançada gəzdirə bilər. Topu əldə tutmaqla birdən çox addım atmaq olmaz. Digər komandanın oyuncularını mühasirəyə almaq olar, amma onlara toxunmaq qadağandır. Oyuncunun halqaya nə qədər yaxın olmasından asılı olaraq bir müvəffəqiyyətli atışa görə 1-dən 3-ə qədər xal verilir. Mətnə əsasən yanlış fikri müəyyən edək. 1936-cı ildən basketbolu Olimpiya oyunlarında oynayırlar. Bax, burada var o fikir. A, doğru fikirdir. Topu əldən tutmaqla birdən çox addım atmaq olmaz. Doğrudur. Digər komandanın oyuncularını mühasirəyə almaq olar. Bax, bu hissədə var. Doğrudur. Basketbolu da 11 nəfərlə oynayırlar. Elə bir qərar yoxdur. 5 nəfərlə 2 komanda oynayırlar. Cavabımız oldu D variantı. Basketbol Amerika idman növüdür. Doğrudur. Cavabımız oldu D variantı. Belə dəyərli müəllim və müdavimlər, ümid edirəm ki, son günlərdə keçirilən canlılarımız, 3 fən birlikdə suallarımız və onların izahları sizlərə daha yararlı və faydalı olur. Əgər izahlar yararlıdırsa, bizlərə də motivasiya olsun deyə və bu tip izahları motivasiyamız olsa daha çox davam elətdirərik, nəinki olmasa. Bu tip izahların davamının gəlməyini istəyirsinizsə, mütləq şəkildə rəy bölməsinə öz dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.